Ayağınıza sağlık. Dediğim kimi biz rəqiblərimizi analizlərini sizə deyəcəm. İndi analizlərini sizə deyirəm. Amma siz bu analizləri dinləməzdən əvvəl kanala abunə olun və like atmağı unutmayın. İndi gəlin başlayırıq. Henk Hajduk Split yani zirə rəqibi. İndi onun analizləri var. Əsasən 4-3-3 və 4-2-3-1 4-2-1 sistemlə oynayan, yüksək pres və sürətli keçidlərlə üstünlük verən bir komanda. Baş məşqçi Gennaro Gattuso ilə birlikdə komanda fiziki və texniki intizam baxımında inkişaf edib. Hücum əsasən lideri Marco Lisondur. Həm o qol vurandıqda, həm də hücum yollanları vacib rol oynar. Nıkıcı sabahın rəqibi Nıkıcı Sloveniyanın Pro Liqanın vidalı komandalarından biridir. Komanda 2024-2025 mövsümünə əsasən 4-2-2-3 taktikası ilə çıxış edir və sürətli keçid oyununa, həmçinin də orta sahada təzyiqlə əsaslanan sistemə üstünlük verir. Xüsusilə ev oyunlarında daha dominant çıxış edirlər və azərkeş dəstəyi ilə temp oynamağına çalışdırırlar. Aris FK Naxçıvanın rəqibi Aris FK adətən hücum futbolunu sevən komanda kimi tanınır. Komandanın oyun quruluşu, sürət və cinah hücumları və texnika yardım müdafiəçiləri əsaslanır. Son illərdə Avropa səviyyəsində daha rəqabətli olmaq üçün transferlərə və məşqçi heyətinə ciddi investisiyalar edib. İndi Qarabağın 2 dənə rəqibi var. Bunlar həm Shelburne, həm də Linfeld yazmışam. Kim qalib gəlirsə, bilmirəm, hər ikisi deyil. Shelburne İrlandiyanın Dublin şəhərindən olandır. Shelburne mütənansib və keyfiyyətli oyuna əsasən balanslı futbol sərgiləyən komandadır. Komanda müdafiə nizamlı oynamağa və sürətli əks hücumlara üstünlük verir. Son illərdə gənc oyunçuların inkişafına daha çox diqqət yetirirlər. Linfeld FK bunlar görüşəcə ilə qalibi Qarabağ oyuncusu. Linfeld FK adətən dominant və hücum yönümlərinə oyun yerli və rəqabətlərinə qarşı yüksək pressing və topa nəzarətini oynamağa çalışır. Həm də yerli oyunculara, həm də xarici transferlərə güclü heyət qururlar. İndi bildiyiniz kimi dedim sizə bunların analizini. Qarabağın yeni transferi Dayzol, yəni bunlardan da oldu. Sonra da yeni transferlər olur, bildiyiniz kimi. Onlar da hələ bir transfer ediblər. Biz bu transferlərə düzgün baxmalıyıq. Qarabağda düzgün baxmalıdır. Hər bir komanda düzgün işləməlidir. Linfeld eşi bildiyiniz kimi dedim sizə. Mən sizə Qarabağın analizini demək istəyirəm. Qarabağın analizi Ağdam klubu. O Ağdam klubunda yaxşı çıxış edir. O Ağdam klubunda indi Tofiq Bəhrəmonovdan çıxış edir. İndi bildiyiniz kimi, sizcə kim keçəcək, kim qalacaq? Yorumlarda şərhləri yazmaq ümid edirəm. İndi istəyirsiniz bir bax. İndi Nıkıcı'nın sabahın rəqibini, Sloveniya Pro Liqanın vidalı komandalarından bir komanda. Bir sabah özünə güclü olmalı, güclü çıxışlamalı komandalarından biridir özü deyirlər. Komanda 2024-2025 mövsümü əsasən 4-2-3-3 taktikası ilə
çıxış edirlər və sürətli keçid oyunundan həmçinin orta sahada təzyiqə əsaslanan sistemə üstünlük verir. Xüsusilə ev oyunlarına daha romantik çıxış edirlər və azərkeş dəstəyi ilə temp atmağa çalışırlar. Yəni biraz güclü olmadı. Ya ben sana diyeceğim ki Shelburne keçir yoxsa Linfield. İndi mən sizə deyirəm. Shelburne İrlandiyada oxuyuram yenə sizin üçün hər ikisi. Shelburne İrlandiyanın Dublin şəhərindən olan, bildiyiniz kimi Dublin paytaxtı İrlandiyanın şəhərində olandır. Shelburne münasib və keyfiyyətli oyunlar əsaslanan balanslı futbol sərgiləyən komandadır. Komandanın müdafiə nizamlı oynamağa və sürət əks hücumlara üstünlük verir. Son illərdə gənc oyunculara inkişafına daha çox diqqət yetirirlər. İndi isə bir dənə oxuyuram. Linfield oxuyuram. Linfield adətən romantik və hücum yönlü oyun üslubuna malikdir. Komanda yerli və rəqablərinə qarşı yüksək pressing və top nəzarəti oynamağa çalışır. Həm yerli oyuncular, həm də xarici transferlərə güclü heyət qururlar. Məncə burada Shelburne keçir. Yəni Qarabağın məncə rəqibi Shelburne. Zirənin keçmək, yəni Rəşad Sadıqovun dediyi kimi çox, yəni ki biz bu mərhələ qalib tərəfi ola bilmərik. Yəni çünki rəqib hələ bir güclük. Yəni Xorvatiyanın da bildiyimiz kimi dedim sizə. Amma biz zirə inanırıq, zirə oxulara veririk. Shelburne yəni Qarabağda oynasa Qarabağı 100-dən 3-cü təfərrüata keçməyə 100-dən 70% əmin olur. Çünki Shelburne'un dediyimiz kimi, çünki o yəni Shelburne münasib və oyuna balanslı futbol sərgiləyən bir komanda. Dediyim kimi sabahın rəqibi yəni Nükəcərini keçər məncə. Sloveniya Pro Liqa iddialı komandalarından biridir. Komanda 2025 mövsümündə əsas dövüş taktikası ilə çıxır və sürətli keçidlə oyunla həmçinin orta sahada təzyiqə əsaslanan sistemə üstünlük verir. Xüsusilə ev oyunlarında daha romantik çıxış edirlər və azərkeş dəstəyi ilə temp atmağa çalışırlar. Yəni keçərlər. Aradaqçılara da sizin bilirsən. Aradaqçılar bu sistemdə. Adətən hücum, yəni futbolunu sevən bir komanda kimi. Aradaqçılar da biraz güclü. Yəni güclü oyunu güclü keçər ya məncə. Tanrım bir ev oyunda məncə bir son gələrdi 2-0 məncə. Səviyyədə daha rəqabətli oynamaq üçün transferləri və məşqli heyətin ciddi universitet edir. Yəni bunlar, yəni necə deyim sizə, yəni güclü oynayırlar. Yəni Arislə məncə bacarar Aradaqçılar. Zirə də bacarar. Amma Zirənin rəqibi çətindir. Bildiyiniz kimi onun rəqibi Hanks Hakan Speed. Yəni bu da çətin bir rəqibdir. Xorvatiyanın yaxşı komandalardan biridir. O bildiyiniz kimi əsasən 4-3-3 və 4-2-3-1 sistemlə oynayandır. Yəni Zirə Çalifusman məncə heyrətli olmalıdır ki, yəni biraz ona inkişaf eləsin. Yəni Qarabağda yəni əsas heyrətdə bildiyiniz kimi keçən Juninho var idi. Bu il yoxdur. Yəni amma Dani Bolt yəni 18 nömrə geyinib, amma onun yerini verə bilməz məncə. Hələ sabahdan Zirədən transfer yoxdur. Çempionlar Liqası Aradaqçılardan, yəni Aradaqçılardan Çempionlar Liqası Qarabağdan da Aradaqçılar konferansından. Yəni hər yəni 4 komandaya uğurlar arzulayıram.
Yani böyle videolar görmek istiyorsanız like atın ve abone olmayı unutmayın. Ama yani siz sabah bence yani Qarabağ sabah sizə Araz Naxçıvanın analizi sizə olduğu sabah kanala abone olmayı unutmayın, like atmayı unutmayın. Böyle video görmek istiyorsanız abone olun ve like atın. Sağ olun, sağ olun.